hansı tamaşaçılar tərəfindən daha çox sevilirdi? Bilirsiniz, o 200 tamaşadan demək olar ki, əksəriyyəti tamaşaçılar tərəfindən sevilir. Ümumiyyətlə, teatrda belə bir şey var. Tamaşaçılar tərəfindən sevilməyən tamaşa repertuardan tez çıxır. Amma mən qeyd eləmək istəyirəm, Məhəbbətin Qənimi adlı bizim bir tamaşa var idi, Xəzəncıq xanım yazdığı. Bir süjet xətti belədir ki, ali təhsilli injinerdir, mədən oğlandır. Bunu pis yola çəkirlər, içkiyə qurşandırırlar və o məhv olur, belə deyək. Serroz Peçin və dünyasını dəyişir. Mən tamaşanın təsirini onda gördüm ki, bizim bir qonşu var idi. O da elə gəlirdi, içirdi, dava salırdı evində, səs-küy, qonşuydu. Mən onu nə qədər eləyirdim, gəlmirdi teatra. Onun diskini axırda verdim ki, evdə bax. İmkanı da normal idi, yəni elə kasıladım. O diskə evdə baxmışdı birinci. Bir gün mənə yaxınlaşdı ki, hanım, o nə idi sən alır? Deyim, tamaşamızda gəlib baxmısan diskə. Deyir ki, ondan sonra deyir, mən bu tamaşaya baxanda özümü gördüm. Ki, içki gəlir evdə dalasın. O işini tərk etdi.